Sushi adlı ilk yemək Cənubi Asiyada meydana gəlib. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürür və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyaraq mayalanırdı. Məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu sushi növü narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və çox gözəl tam verir. Ancaq digər mənbələrə görə sushi narezushiden daha uzun tarixə malikdir və hazırlanması çox çətindir. Sushinin hazırlanmasında növbəti yenilik düyünün içərisində sirkənin əlavə edilməsi oldu və nəticədə uzun müddətli qızqırmaya ehtiyac qalmadı. Bu sirkə daha çox düyüdən və meyvələrdən təşkil olunurdu. Həmçinin daxilinə su, bəzən isə şəkər tozu əlavə edilirdi. Ayı pəncəsi adlı bitki, bal və dəniz bitkiləri, daha sonra isə içərisinə suda bişmiş düyü qatılır. Burada balıq, dəniz məhsulları tərəvəz qatılaraq bir müddət təzyiq altında saxlayırdılar. Bu yemək çox böyük məşhurluq əldə etdi və Tokioda 1868-ci ildə Ido adlanan yerdə qəlyanaltılar üçün nəzərdə tutulmuş kafe, restoranlar açılaraq sushi formasında yeməklər verilməyə başlanıldı. Bakıda da müştərilərinə sushi təklif edən obyektlərin sayı getdikcə artmaqdadır. Balığın keyfiyyəti rəngindən bilinir adətən. Yəni belə çəhrayı rəngi olmalıdır. Əgər balıq keyfiyyətini itiribsə, onun iyisi dəyişir, başlayır ələ yapışır. Bu pis dad verir. Yumşaq olmamalıdır. Bu köflə götürüləndə boşalmamalıdır, yəni sıx olmalıdır, kif olmalıdır. Sushiləri adətən kişi aşpazları hazırlayır. Çünki qadın bədəninin temperaturu kişilərinkindən artıqdır. Bu da ərzaqların hazırlanması zamanı xoşa gəlməyən təsir göstərə bilər. Eyni zamanda sushi açıq əllə hazırlanmalıdır. Çünki kimyəvi tərkibə malik olan əlcəklər sushinin inqrediyentləri ilə reaksiyaya girib fəsadlar törədə bilər. Düyün keyfiyyəti, yenə deyirəm, Yapon məhsulu olmalıdır. Yəni yerli məhsulun düyüləri yaranmır. Xırda düyüdür, pişirirsən. Onun belə yapışqan olmağı üçün düyü sirkəsi qatırsan, duz və şəkər tozu. O sousu dəldirsən, düyü pişmə vaxtı var. Yəni, Van Food'da da necə deyərlər, pişməlidir. Pişib hazır olandan sonra çıxardırsan, o sos uksusla, şəkər tozu və duzla olan şeylə qarışdırırsan yaxşı-yaxşı və o soymalıdır. Soyandan sonra yığırsın belə bir qaba və streçlə bağlamalıdır, ona hava getməsin. Hava getsə, o düyü başlayacaq qurumağa, keyfiyyətini itirməyə. Və pis dad gələcək, qoxusu da dəyişəcək. Yaponlarda bir neçə qayda var. Birincisi, əgər çubuqlar yeməyə toxunubsa, siz onu yeməlisiniz. İkincisi, sushini dişləyib qaba qoymaq olmaz. Tikə bir dəfəlik yeyilməlidir. Üçüncüsü, ilk növbədə üzərində nori, yəni dəniz yosunları olan sushilər yeyilməlidir. Çünki nəm düyü dağılır və öz tamını itirir. Və nəhayət, çox duzlu olmaması və dağılmaması üçün sushiləri balıq olan tərəfi ilə sousa batırmaq məsləhət görülür. Yaponlarda bir qayda da var ki, o ancaq kişilərə şamil edilir. Belə ki, Yaponiyada kişilər sushini stiklərlə yox, əlləri ilə yeyə bilərlər. Bunun üçün ortancıl və baş barmaqla sushi götürülür, şəhadət barmaq isə yuxarı baxmaq şərti ilə yeyə bilərlər. Xüsusi görkəmə, estetik üsluba sahib olan sushi hazırlamaq üçün heç də bütün ənənələri yerinə yetirmək lazım deyil. Müvafiq ərzaq məhsullarının hazırlama qaydasını bilmək yetərlidir. Daha sonra öz fantaziyanızdan istifadə edərək, öz reseptinizi düşünüb, inqrediyentlər əlavə edərək, ağız dadınıza uyğun sushi hazırlaya bilərsiniz. Az kalorili və dadlı yeməkləri ilə məşhur olan Yapon mətbəxindəki sushi vaxtı ilə kasıb təbəqənin yeməyi sayılırdı. Amma illər ötdükcə bu dəyişdi və sushi delikatesə çevrildi. Hal-hazırda bütün dünya sushini sevərək yeyir. İtado kimasa, bizim dildə isə nuş olsun.